Siyahı, siyahı. Elə hamı deyir siyahı. Müdür deyə getdi. Bu da deyir siyahı. Axırda o siyahını tapıb özüm cəmaatı şantaj edəcəm. Aa, sağ ol Qafur. Məntiqli, məntiqli. Nuş olsun oğlum. Neyin adına sen onu? Apardım sürttüm. Zalim kız imkan verecek. Dedi sakla buradan sonra özüm gedeceğim. İmkan vermedi. Sen neyin? Sürttüm, narahat olma, yola saldım. Ne soğuk dedi? Yo, hoş olsun. Sağ ol. Sağ ol, iyi gelin bacı, kurban olun. Çınar'cığım. Plan nedir? Plan heç nə də mən tək gedirəm. Yok, hiç. Elə şey yoxdur. Bizsiz heç yerə gedə bilmərsən. Düz deyir. Yadına salım, axırıncı dəfə səni necə xilas elədiyimi. Hələ mən demişsən, mən olmasaydım ikiniz də ölmüşdünüz indi. Ona görə mən də gedirəm. Bildin? Uşaqlar ölmək istəyir. Ay Çınar, arzularını ürəklərində qoyma. Gözəl stimul verdim bibi, sağ ol. Dolama məni. İt oğlu, ata o söz vermişəm ki, səndən müğayət olun. Sən də ölsən ona nə cavab verərəm? Narahat olma bibi, mən ölsəm gedib orada atama deyəcəm ki, bibimli heç nə yox. Az danış, yeməyini ye. Sən də qızım. Özünə ağır apar. Ağır otur, Batman gəl. Leyla olub Məcnun çölünə düşmə. Dostluq, sevgi, doğmalıq o demək deyil ki, ölmə gedənin dalıca sən də gedəsən. Dostluq, doğmalıq o deməkdir ki, ölmə gedəni yolundan döndərə biləsən. Bibi, sən kitab yaz. Heç kim almasa da özüm alacağım. Hadi sən demədim dolama məni. Dolayacağım. Bax, oğluna deyirik dön, dön, dönmür. Biz də ona görə də dostluğumuzun, sevgimizin dalınca ölmə də gedirik. Yaxşı, yeməyini ye. Heç olmasa acından ölməyin. Göstərdiyiniz bu etimadınızı inşallah mən dediyim ünvana sifariş. Kaç məni. Dayı oğul, niyə mən hərəkət edirsən? Nə bilim, fürsət idi. Əlimdən qaçırdım. Can sağ olsun. Əsas ol sağsan. Gəl ömrün yanına. Nə fikir verdin? Uçur belə. Peşəkardın ona görə. Sizdən də görəyik nə vaxtsa. Düzəməlli sürün. Nə oldu? Nə oldu? Dayaqlı sağ olsun. Otur. Bağışlayın, sizi narahat eləyirəm, amma sizə dedim axışınları aradan götürmək lazımdır. Dayı oğlu hara getdi bəs? Gəlir indi. Nə oldu? Torpağı tapşırdım. Amma sən orada yox idin. Əmi,
Bilmədiyin çox şey olub. Yaxşı. Gedək. O bilmədiyim şeyləri mənə danışarsın. Gələ bilmərəm. Təhlükədəyəm. Səni məndən yaxşı qoruyan olmayacaq. Gedək. Çınardır. Hə? Siz Ömür'ün burada olduğunu hardan bildiniz? Mən hər şey bilirəm. Əmin nə işlə məşğuldur? Biznesmen. Biznesmen ola bilməz. Biznesmen sənin burada olduğu bilə bilməzdi. Onda mən elə bilirdim də. Çay içirsiniz? Nə olub? Əgər əmmə görə deyirsənsə, o təhlükəli adam deyil. Sadəcə qardaşını itirib deyə Ömür, o bizim yerimizi bildi. Dedi sənin haqqında hər şeyi bilirim. Buradan getmək lazımdır. Qapının ağzına qoymuşdular. Yaman ağırdı. Çəkilin biraz kənara.